Aprelin 5-i gündüz və 6-sında bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilir. Reallıq TV bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan Muxtar Respublikası, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Şirvan, Şamaxı, Siyəzən, Quba, Qusar, Şabran, Xaçmaz, Goranboy, Göygöl, Gəncə, Naftalan, Mingəçevir, Göyçay, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Zaqatala, Balakənd, Qax, Lənkəran, Astara, Cəlilabad və Masallıda qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək. Xızı, Daşkəsən, Zəngilan, Kəlbəcər, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan, Lirik və Yardımlıda qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 20,8-28,4 metr təşkil edəcək.